Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Mən də şükür yaxşıyam. Mama gilə gəlmişəm. Mama da bizim üçün süfrə hazırlayıb, kükü hazırlayıb və toyuq sosu hazırlayıb. Belə. Burada da havanın Məhəmmədlidir bura. Havanın necə dumanlı olduğunu çəkirəm sizə. 13-cü mərtəbədən necə görsənir. Dəhşət dumanlı idi. Bu dumanlı havada maşın sürənlərin Allah kömək olsun. Demək qızlar, yenə atam gildəyəm. Otağımı yığışdırıram. Belə yığışdırmışam əslində, prosta silirəm. Pəncərəni də açdım. Belə bir kitab oxuyuram qızlar. Atilla İlhanındır. Bunu mənə rəfiqəm hədiyyə eləmişdi. Belə insanların ətraflarıdır, psixoloji kitabdır. Yəni inarsız oxuduqca əsəbləşirəm. Necə insanların, yəni xəyanət edən kişilərin xəyanətində necə, yəni don geyindirmələrdir, yəni nə bilim, düz Türk yazardı və amma yəni ki, nə bilim, məncə insanlar hər ölkənin yaxşı və yaxud pis insanları var. 2000 years later. Demək qızım, səhər tezdən durmuşam, duş aldım, başlarımı daradım. Qızıma baxın, prinsesime. Prinsesime baxın, Oydu. Keçindim, saçlarımı daradım. Ştatımı da bulurdu buradan. Başladım. Saçlarımı daradım. Çay koydum. Bugündən çox kökəlmişəm qızlar. Bugündən bax istəyirəm ki, diyetaya başlayayım. Diyeta deməkdir, sağlam qidalanma. Ağır yediğim şeyləri həyatımdan çıxardım. İndi çay koymuşam. Qaynasın özümə. Limonu azıq kofe hazırlayacağım ki, iştahımı kəssin. Demək qızlar, adı kofemi, limonu kofemi süzdüm. Kofemi içəcə, dərmi nəmləndirəcəm indi. Demək qızlar, elə bilmişəm ki, çəkməmişəm. Üzlərimi bundan nəmləndirdim. Bu ancaq üzə vurmasın, göz altına olmaz. Bir də saç uclarıma Pantelin yoğun onarıcı seriyasından istifadə elədim. Sadəcə uclarına vurdum. Yumuşalsın, qəşəng qoxu versin. Kofemi və içirəm. Görüşək. Qızlar, həm sizlə söhbət edeyim, həm də zavtırıq hazırladım evdəkilərə, həm də qablar edeyim. Demək qızlar, loğaya pişirəcəm axşama. Özüm üçün də yumurta qaynatmışdım, amma hələ kofeni içdim deyə açılımım yoxdur. İndi yoldaşım üçün də ayrı bir yemək hazırlamalıyam. Çünkü videonun ortasında zəng gəldi. Kofenin içmişəm, hələ azlıq hissi yoxdur. Yumurta qaynattım özüm üçün, biraz avokadom var. Çünki özüm üçün toyuq filesi qoymuşam, qaynasın. İstəyirəm ki, yemək. Axşam yemək istəmirəm, özüm üçün salat hazırlayacağım. Biber salatı, toyuq salatı da deyirsiniz, amma mən istəyirəm ki, onun içine bu loqasını klavyadan verirəm. Doyurucu olsun. İnşallah başımıza ne işler geliyor. Demək qızlar, salatım belə oldu.
tərkibinə yaşıl xiyar vurdum, yaşıl biber, qırmızı biber, lobya, toyuq, kök, belə biraz duz, biraz istiyor, biraz da zeytin yağı vurub qatışdırdım. Qəşəng çox dadlı oldu, qəşəng oldu.